Ümumiyyətlə mən bloq açanda mən bilirdim ki, hamı məni sevmək məcburiyyətində deyil və hamı məni başa düşmək məcburiyyətində də deyil və ona görə ilk növbədə mən bütün mənə gələn notification deyirik də biz, bildirişlər. Mənim ümumiyyətlə bildirişlərim bağlıdır. O da sərhəd məsələsidir. Sizin əgər bildirişləriniz açıqdırsa, bu o deməkdir ki, hər dəfə sizin hər saat, hər saniyə, hər dəqiqə kimsə sizə nəsə ismarış göndərəndə, nəsə sosial mediyanızda nəsə baş verəndə o sizin sərhədinizə girir. Atıram bir nəsə eləyirsən, defocus getdi, baxırsan ki, falan kəs mənə nə yazdı. Amma belə o bildirişlər gəlmədiyinə görə həmin anda mənim belə deyək də əhval-ruhiyyəm heç nə poza bilməz. Amma sonra baxıram, əlbəttə ki, baxıram ki, insanlar nə yazıblar. Lap belə söyüşdü falan olanda silirəm, o insanları bloqa atıram. Çünki söyən insandan, yəni mən nə danışmalıyam? Yəni heç də. Amma konstruktiv əgər kimsə rəy bildiribsə, öz fikrini bildiribsə, neqativ də ola bilər. Mən də ona konstruktiv olaraq cavab verirəm ki, bu nəyə görə bu belədir. Ümumiyyətlə mən çalışıram ki, maksimum dərəcədə çox deyir ki, müəllim olaraq siz özünüzü göstərirsiniz, hamıya bir cavab verirsiniz falan. Mən cavab verirəm. Düzdür, eyni anda hamıya cavab verə bilmirəm. Çünki mindən çox belə deyim də şərhlər var. Yavaş-yavaş cavab verirəm, cavab verməyə çalışıram və o cavabları da verəndə bəzən gülməli cavablar verirəm, çünki gülməli şərhlər görürəm. Ona görə sadəcə gülüb keçirəm sizin sualınıza qayıdaraq. Lazımlı şərhlərə cavab verirəm, lazımsızları silirəm, bloka atıram. Blok Allah canı sağ eləsin, blok çıxardığınız. Sadəcə bloqa atırsınız, bir ehtiyac yoxdur. Özündə neqativə düşmürsən? Yox, eynən.